Bilirsiniz, bu dəfə nə toxuyuruq? Ana qucağı qədər ip isti, körpə dərsi qədər yumuşaq olan pufi pletlərimizi. Demək olar ki, bu pletlər haqqında çox insanın məlumatı var. Mən isə sizə onu necə toxumaq olar, bax onu öyrədəcəm. Alize markasının pufi ipləri sırf bu toxunuş üçün nəzərdə tutulub. Elə ipin üzərində də göstərilib ki, toxuyan zaman nə milə, nə milçəyə ehtiyac yoxdur. Sadəcə əl vasitəsilə toxunur. Mən də həmin toxunuşu sizinlə paylaşacağam. Mən bu dəfə yeni doğulacaq körpə qızımız üçün şəkər pəmbəsi tonundan istifadə etdim anasının istəyi ilə. Və şəkər pəmbə tonunun kodu elə videoda göstərdiyim kimi 185-dir. İstəyən olarsa mağazaya yaxınlaşıb əldə edə bilər, mağazanı da sonda təq edəcəm. Və ipimizi açdıqdan sonra başlayırıq toxumağa. Mən bu dəfə 90-ın 90'a ölçüsündə toxuyacağıma görə 56 ilmək sayıram. Bu gördüyünüz ilməklər bizim toxumağımız üçün ən əsas vasitədir. Bunların sayı ilk öncə 56 olmalıdır. 56 ədəd ilməni ayırdıqdan sonra masanın üzərində bax beləcə düz şəkildə açırıq. Açdığımız 56 ilməyi İlk başda olan ilməklərimizi çarpazlaşdıraraq toxumağa başlayırıq. Əslində toxumanın sadə üsulları var, lakin mən sizə ən gözəlini öyrədəcəm. Belə çarpazlaşdırdıqdan sonra bizim arxada qalan ipimiz var, hansı ki əvvəl 56 saydıq və qalan ipimiz qaldı. Həmin ipimizin ilməklərindən birincisini çarpazımızın ilk dəliyindən, ikincisini isə, yəni sonra gələn ilməyini ikincisindən, ikinci boşluğumuzdan, daha doğrusu ilməmizdən keçirərək artıq ikinci cərgəmizin ilməklərini yaradırıq. Yenə iplərimizi, daha doğrusu ilmələrimizi çarpaz edib ipin arxada qalan hissəsində olan ilməklərdən birincisini və ikincisini çarpazlarının içərisindən keçirərək ilməklərimizi yaradırıq və bu qaydanı İpin başlığına qədər toxuyub davam edirik və sonda qalan 2 ilməyimiz var. Onu da çarpaz edirik. Başda öyrətdiyim qayda ilə arxada qalan ipimizin ilməklərindən birincisini ilk dəlikdən, ikincisini isə ikinci dəlikdən keçirərək ikinci cərgəmizi toxuyub tamamlayırıq. Ədyalı toxuyanda və yaxud başqa jilet jaket toxuyanda da eyni qaydadır. İlmək sayını əsla unutmaq olmaz. Bu zaman bizim pledimizdə azalma yaranar və kənar hissələr əyri qalar. Və biz birinci cərgəni toxuduq. Birinci cərgədə son 2 ilməyi çarpazladıqdan sonra ilk gələn ilməklə ikinci ilməyi çarpazlamaq mümkün deyil. Buna görə də ilk ilməyimizi tək toxuyuruq. İlk ilməyi tək toxuduq